Cəməli xanım, məncə problem burdadır. Narsist biri ilə rastlaşan xanımlar dərhal kişini dəyişmək istəyirlər. Nə mənada kişinin xarakterini dəyişmək istəyirlər. O belə olmasa belə olar. Deyəndə də ki, özünü dəyiş, özünü də ona görə dəyişmək istəyir. Özünü özünə görə dəyişmək istəyib fərqindəliyinə varmırlar. Ona görə də onlar məncə problemi çözə bilmirlər. Burada həm də ego var axı. Mən niyə özüm dəyişməliyəm ki? Mənim nəyim var? Fikir vermisiniz, bizim mentalitetdə ən çox gəlinlərin istifadə etdiyi söz nədir? Ərim məni saymır, amma bütün nəsil mənə and içir. Əslində mənim yoldaşım tək məni sevsin də, düzdürmü? Yəni nəsil neynirəm? Yəni belə çıxmasın. Yəni nəsil amma burada nədir? Yalançı ego qalxır axı. Mən onlara qulluq eləyirəm, gedirəm onlar 7-20, onların bütün bayramlarını təbrik eləyirəm. Amma yoldaşımla da münasibətim bərbaddır. Mən oradan o enerjini almaq istəyirəm, amma ala da bilmirəm, gücüm çatmır axı. Çünki mən bu insanla bir evdə yaşayıram. Və inanın ki, problemli bir ailədə uşaqlar da travma alırlar. Yəni sən düşünmə ki, günün birində yoldaşın ayılıb deyəcək ki, mən narsist idim sən demə. Və mən ayıldım. Narsistlər terapiyanı ümumiyyətlə qəbul eləmirlər. Bu saat sən narsistə denən ki, terapiyaya get, səndə bu xəssiyyətlər var, sən insanı əzirsən, deyəcək sən dəlisən, get özün dəlixanaya. Məndə heç nə yoxdur. Və bu yanaşmada düzgün deyil. Sən otur fikirləş ki, mən özüm dəyişəcəm. Əgər bu insan karmik olaraq mənim həyatımda varsa, ki onun hələ də mənim həyatımda missiyası, dərsi varsa, o məndən qalacaq. O da şəfalanacaq, möhtəşəm olacaq, bomba bir ailə olacaq. Yoxdursa, asanlıqla mənim həyatımdan çıxacaq. Ki, nadir hallarda elə olur. Adətən o yaxşılaşır. Çünki karmik olaraq səni öyrədir, sən də öyrənirsən. Mən xanımlara demək istəyirəm ki, əgər sizin yoldaşınız sizi əzirsə, bax, yenə də deyirəm, biraz bu abuse narsisti daha çox açmaq istəyirəm ki, bilsinlər. Bax, sizi əzəcək, sizi cəmiyyət içində sizinlə çox gözəl rəftar eləyəcək, amma evə gedəcək deyəcək, o nə idi orada dedin sən? Sən orada nə danışdın? Boş-boş güldün. Boş-boş. Və yaxud da siz nə edəcək? Sənin hər hansı bir mənfi xüsusiyyəti cəmaatın içində tipa zarafat üçün rüsva eləyir də. Atacaq. Məsəl üçün indi mənə qoyaq. Kəmalə də toyuğu pis gündə bişirmişdi. Hamı güləcək. Sən də başa düşməyəcəksən ki, burada gülməyimi lazımdır. Yoxsa əslində olur, çox olur. Mənim yoldaşım da bəzən mənlə danışıb da demədiyi sözü qohumlar arasında mənim haqqımda deyir. O demək deyil onlar. Mən çaşıram ki, nə üçün sən mənim haqqımda onlarla elə danışırsan? Yəni bu təhqir də deyil. Məsələn, bu nə xasiyyətdir bəs? Nə üçün o məni qohumlar arasında mənfi bir hissi deyir, fikri deyir? Onlar hamısı bir yerdə gülürlər. Burada bilirsiz nədir? Məsələ, qoy mən sizə izah edeyim. Mənim sadaladığım hər bir şey o demək deyil ki, siz yoldaşınız narsistdir. Bunların toplusu olduqda, bu narsistlik. İndi baxın. Psixologiyada gaslighting deyilən bir anlayış var. Bu nədir? Qoy mən onu izah edeyim. İnsanlar öz hisslərini tanımırlar. Mən başa düşmürəm, bu məni indi lağamı qoydu, yoxsa bu məni qaldırdı. Yoxsa həqiqətən sadəcə bir zarafat idi. Mən oturam evdə analiz edirəm. Bu məni lağa qoydu, bu məni deyəsə alçaltdı. Amma alçaltmır ha. O sadəcə zarafat idi. Bu hardan irəli gəlir? Balaca uşaqdır. Yenə də gəlirik uşaqlığımıza. Uşaqlığımız çox belə, bilirsiniz necə, bizə böyük bir kod yükləyir. Həddindən artıq və o kodla biz həyatımızı yaradırıq. Deməli, uşaqda nə olur? Uşaqdır, yıxıldı, başı dəydi, başından qan axır. O konkret uşağın başına qana. Nənə, baba, ata, ana hamı cumur o uşağın üstünə. Açara bax. Heç nə yoxdur, sən heç nə olmadı. Neyinirik? Uşağın siqnal gedir ki, mən təpəsi üstə gəldim yerə. Mənim başımdan qan axır. Bunlar mənə açar göstərirlər və deyirlər ki, heç nə yoxdur. 1 deyil, 2 deyil, 3 deyil. İnsan öz hisslərinə şübhə ilə yanaşmağa başlayır. Emosiyasını yaşaya bilmir. Bilmir, başa düşmür. Ona demək lazımdır ki, sən yıxıldın, başın qanadı. Bilirəm ki, ağrıyırsan, amma keçəcək. Bunu bizə demirlər axı. Müəyyən yaşa qədər mən nə həyat sürürəm, mən onu başa düşmürdüm. Kimsə mənə bir söz deyirdi, kimsə mənə deyirdi ki, Kəmal çəkil də o yana. Mən bilmirdim, o onu mənə hirslə mi deyir, yoxsa zarafatla mı deyir, yoxsa onun danışıq tembri, yəni danışıq manerası belədir.
Kimsə mənə telefonda danışıq var da, danışıq tərzi var. Mən bilmirdim o mənə kobudmu danışır, yoxsa onun xasiyyəti belədir. Tuta bilmirdim. Və yaxud da mən hal-hazırda sürdüyüm həyat belə olmalıdır, yəni. Bilirsiniz, bu çox dərin bir mövzudur. Əslində çox dərin mövzudur ya. Yəni insan öz yaşadığının mənfi və yaxud da müsbət hadisə olduğunu başa düşmür. Ona görə dəyişimə getmirlər də, bilmir axı. Elə bilir belə də olmalıdır. Sonra ona kimsə deyəndə ki, mənim yoldaşım belə deyil, elədir. O başlayır neynəmə? O düşünməkdən ki, mən nə edim ki, mən bu cür müdrik yanaşım, o başlayır yoldaşını qınamağa, nifrət eləməyə.